İlahi yuxular görmək önəmlidirmi? Aleyküm salam və rəhmətullah. İlahi yuxular bir cəhətdən bəli, amma bəzən insanlar görürsən ki, əhli seyri suluk ya bəzən bəzi sözləri eşidirlər möminlər ki, məsələn insanlar bu müəyyən məqamlara çatırlar, müəyyən kəşflər olur, onlar üçün müşahidələr onlar üçün yuxuda, ayıqlıqda. Bəzən görsən ki, ifrat dərəcədə istəyirlər ki, məsələn bu şeylərə çatsın və bu məqsəddən ibadət eləyirlər. Bu düzgün deyil. Hədəf bunlar olmamalıdır. Amma hədəf Allahdır, Allaha çatmaqdır. Bəli. Amma yol boyu mənəvi, yəni səfər boyunca Allah Taala'nın mömin üçün bir hədiyyələri var. Hədislərimizdə gəlib ilahi yuxular, sadiq yuxular müjdədir. Allah tərəfindən müjdələrdir. Bəzi tarixi mənbələrdə var. Peyğəmbərimiz sübh namazından sonra sönüb, indiki alimlər sönür ha, məsələn salam verirlər, Allah qəbul etsin. Bunlar hamısı Peyğəmbərimizin sünnəsi kimi qalıbdır. Peyğəmbərimiz bu cür edərmiş, namazı qılandan sonra səhabələrə sönürmüş ki, salam əleyk eləmiş, halını soruşarmış. Deyir, bu zaman sübhlərdə bəzən Peyğəmbər sönərmiş, buyurarmış ki, həl min mübəşşirat. Demiş ki, müjdə verən nəsə, mübəşşirat, yəni müjdə verən. Müjdə verən nəsə var sizdə. Məqsəd budur ki, yəni gecə yuxuda nə görmüsünüz? Sadiq yuxu görmüsünüz? Gələcəyi görmüsünüz, məsələn? Haranı fəth eləyəcəyik, məsələn? Diqqət edirsiniz. Ya insan şəxsi, fərdi şəkildə. Aydındır? Yəni Peyğəmbər tələb eləyirmiş. Nə üçün? O sadiq yuxular insanın əməllərinə bağlıdır. İnsanın etiqadi, əxlaqı, əqidəsi, əxlaqı, əməli düz olsa mənəvi taharət hasil olur. Mənəvi taharət hasil olanda insan yuxu aləmində insana icazə verirlər ki, mələkut aləminə, qüds aləminə, qeyb aləminə səfər eləsin. Ora səfər eləmək bir uyğunluq istəyir. Ruhu çirk olanlar, günaha batanlar ora icazə vermirlər məna aləmində insan ruhu. Gördüyü yuxular adi yuxular, şeytani yuxular, ya adi yuxular. Yuxular üç qismdə. Ya ilahi yuxulardır, sadiq yuxulardır, ya şeytani yuxulardır, şeytan nüfuz eləyir insan yuxusuna. Ya da ki, adi insan gün ərzində kimlə görüşdü, kimlə danışdı, elə o şeylər insanın zehnində qalır, onlar da elə təkrarlanır insanın zehnində. Aydındır. Yəni icazə vermirlər insana o qüds aləminə getsin, qeyb aləminə getsin, diqqət edirsiniz, günaha batan insanlar. Orada hər şey aydındır. O aləm, həqiqət aləmindən o həqiqəti görürlər insan ki, bunun ruhunda nə var, bu nə toplayıbdır, bunun mənəvi çəkisi nə qədərdir. Qabında nə var? Bəli. Amma mənəvi baxımdan saflaşan insanlar, mühəzzəb insanlar, paklaşmış insanlara icazə verilir, buyur yuxarı başa. Adi insana görsən yuxuda bir günlər yuxuda görür, gah görür, bir anda məsələn fərz elə Rusiyadadır, bir anda nə bilim Amerikadadır, yuxuda da bir anda bu istiqamətdə gedir. Yuxarı istiqamətdə görmür. Elə görür dünyadadır. O başda, bu başda. Bəli, sərgərdandır. Həqiqətən o cürdür. Amma mənəviyyatla məşğul insanlar, hesab kitabla yaşayan, muraqibə ilə yaşayan insanlar, özündən keşikçilik edən insanlara yuxu aləmində, ruhunun o aləmlə uyğunluğu var. Aydındır? Ruh həqiqətdə çabalayır ki, elə ora getsin. Oradan gəlib axı. Diqqət edirsiniz? Oradan gəlib. Hətta mənəvi cəhətdən kamilləşən insanlar, bəzi insanlar ki, sadiq yuxular görürlər, yuxuda görürlər. Ruhi qüdrəti çoxalan insanlar, mənəvi taharəti çoxalan insanlar yuxuda yox, elə ayıqlıqda da görürlər. O yuxuda görülən şeyləri elə ayıqlıqda da görür. Yəni eyni zamanda ki, ruh güclənir, eyni zamanda ki, bu bədəni idarə edir, dünya işlərlə məşğul olur. Ruhu o qədər ki, maddi istəklər, cismani istəklər ruhunu həbs eləməyibdir bu aləmə. Ruh güclənib çıxıbdır cismindən, təcərrüdə çatıb. Eyni zamanda ki, ruh bu maddi məişət işlərini müdiriyyət eləyir, dünya işlərini müdiriyyət eləyir, eyni zamanda da o həqiqət aləmini görür.